radikalığın əleyhinə olmuşuq və özünüz də şahidsiniz ki, heç vaxt hətta dövlətdə gedən müəyyən proseslərə qoşulmamışıq, nümayişlərə və s. Baxmayaraq dəvət olunmuşuq dəfələrlə, amma qoşulmamışıq biz belə bir məsələlərə. Ona görə sələflər xüsusən Azərbaycanda seçilirlər ki, nə nümayişə, nə hakimiyyətə qarşı, nə təfriqəçilik, nə radikallıq, əksinə biz həmişə belə fikirlərin əleyhinə olmuşuq və belə adamlar tərəfdən də biz həmişə hücum olmuşuq, hücuma məruz qalmışıq. Ona görə kim bizi o radikallarla bir tutur, o ya savadsızdır, cahildir, dini cəhətdən, ya da qərəzli şəkildə xarakter daşıyır və salam. Bunu başqa cür adlandırıb mənə. Əlhamdülillah, radikalığın əleyhinə olmuşuq və özünüz də şahidsiniz ki, heç vaxt hətta dövlətdə gedən müəyyən proseslərə qoşulmamışıq, nümayişlərə və s. Baxmayaraq dəvət olunmuşuq dəfələrlə, amma qoşulmamışıq biz belə bir məsələlərə. Ona görə sələflər xüsusən Azərbaycanda seçilirlər ki, nə nümayişə, nə hakimiyyətə qarşı, nə təfriqəçilik, nə radikallıq, əksinə biz həmişə belə fikirlərin əleyhinə olmuşuq və belə adamlar tərəfdən də biz həmişə hücum olmuşuq, hücuma məruz qalmışıq. Ona görə kim bizi o radikallarla bir tutur, o ya savadsızdır, cahildir, dini cəhətdən, ya da qərəzli şəkildə xarakter daşıyır və salam. Bunu başqa cür adlandırıb mənə. Əlhamdülillah.